Bugün etraflarda oxuyuram uşaq. Mən malam. Dostum Esilanın yastığı olmaq istəyir. Sən halaldır dostum. Bəli, bilərək eləmişdim onu. Burada sən ana salamlar oxuyur. Bir dəfə yuxumda tumandan məşrəb yetmiş. Bəli də fırsat olmayacaq, o nə demək? Baxın boğazından tuta belə ata içəri. Uşaqlar yeməklə gəldi, gəlin. Orada adam yoxdur, bilirəm də. Yaxşı qələt edim qardaşım, bu qrupu davamlanan al. Kəs səsi və afsat parçası. Ay, ondan müəllim niyə lütfənir oğlum? Bu sözün altında qalacağım ama kamazın altında qalar. Sən müəllimə rüşvət teşkil edirsən. Gir o pul mamama ver, mamama tutur o pulunu. Bugün etraflarda oxuyuram uşaqlar. Sizin həqiqətən də bu inancınız və mükəmməl istəyiniz sayəsində etraflar videosu kanala geri döndü və keçən videoya tam-tamına 10.000 like atdınız. Mən sadəcə 5.000 like istəmişdim, ancaq siz 10.000 like atdınız. Həqiqətən də sizi təbrik edirəm. Yəni buna görə də sizi etraflar seriyası videosu ilə ödüllendirirəm. Əgər bu videoya da 10.000 demirəm, yəni qudurup 10.000 deməyəcəm. 5.000 like atsanız əgər yenə etraf videosu davam edəcək. Mən qəşəng cümlə qururam, həqiqətən deyirəm. Yəni yenə bu sizin əlinizədir. Məncə 5.000 like rahat bir şəkildə ata bilərsiniz deyirəm və video keçirəm. Görək elə bu səfər nə tər biabırçı etraflar yazıbsınız, getdik. Mən malam. Yaxşı. İçəcəklər stola töküləndə yalayırdım, nətər edirdim. Bax, elə bil nəsə içirsən burada, tökülür, ay zibil. Qəşəng toydu, sən öldün. Ay zibilə qalsın. Mən bir şey başım çıxmır ki, yəni yerin zibili, sənin ağzına gələndə sən qorxmursan ki, qardaşım, sən bir şey olar. İndi qardaşla qızsan ola bilmirəm, amma yenə də. Bir dostum Esilanın yastığı olmaq istəyir. What the Esla deyəndə etiketlər seriyası yadıma düşür. Uşaqlar etiketlər seriyasına buradan baxa bilərsiniz son bölümə. Sən bir dənə söz deyim, rəşt əsgərlikdədir, ancaq rəştin yazılığını heç anlamıyorum. Fərəz götür nə olar, götürdüm. Bir dəfə müəllim başqa yerdə olanda jurnala açıb içindən özümü 100 bal yazmışdım. Bunu var, məncə hamının ağlına keçmişdi belə bir şey eləmək. Amma biz çox qorxurduq. Çünki birdən tutulsaydıq, əgər başımıza nələr gəlsən heç vaxt təxmin edə bilmirdik işte yəni. Amma bir dəfə romancılığını eləmişdilər. Bəli, hansı müəllim elədiklərini demirdim, incə etməsə eləyərlər. Bir dəfə futbolda 9-luğa qol vurdum, bilmədən oldu, amma özümü elə apardım ki, güya bilə-bilələrdim qızam. Qızsan, bəli. Oğlan olsaydı bu həqiqətən son dərəcə normal bir şey ola bilərdi, amma qızsan və 9-luğa qol vursan, sən halaldır dostum. Yəni mən bir şey başa düşmədim. Qızlar futbol oynaya bilməz ki, niyə elə deyirsən ki? Pas ver. Vurma. Oğlum 9-luğa girdi. Halaldır sən, inanılmaz, mükəmməl Bəli, bilərək eləmişdim aslında. Aslında bilirdim oradan girəcək. Anam da səni hər dəfə birlikdə izləyirəm, səni sevərək izləyir, deyir çox gözəl ailədə yetişib örnək aldı. Gör səninlə gözlədiyim etraf budur, yəni başa düşürsən, yəni belə etraflar istəyirəm. Burada sənə ana salamlar olsun. Buradan sənə ailə salamlar olsun. Təbii ki də baxın, uşaqlarınız necə yaxşı bölməsi istəyir, mənim kimi kanallara baxmasını tövsiyə edirəm. Ki mənim kimi kanal varmı, orası da deyəsiz sual. Ego cırılır. O mənə demirəm, uşaqlar. Yəni mənim kimi, məsələn, bir videoya baxır, məsələn, fikrini qorxmadan dilə gətirəcək bir insan varmı bu ölkədə oturub da? Yoxdur məncə. Mən əvvəl elə bilirdim ki, polislərin paltarındakı din İslamla bağlıdır. Sən bilən sözdür, mən o günlərə qədər bunu elə bilirdim. Məsələn, öyle deyirəm, ancaq sonra açılışın tamam başqa bir şey olduğunu öyrəndim. Hər kəsə baxmışam dediyim o məşhur filmi əslində heç vaxt izləməmişəm. Sadəcə internetdə qısa söylərlər, halalar. Sən bilən söz deyim, bu Squid Game var idi, vaxtında çox populyar olmuşdu da. Mən onu bir dəfə də açıb baxmamışam da. Amma ki, TikTokda o qədər spoiler yemişəm ki, artıq baxmış kimi bir şey olmuşam da. Bu qanunsuz olmalıdır, sən öyle deyirəm. Bir dəfə yuxumda tumandan məşrəb getmişdim. Məsələn, sən bir dəfə mən realda şəbitdən məşrəbə getmişdim. Amma tuman daha pis imiş. Deyəsən mən yuxumda lüt getmişdim. Nəysə başım. Bir dəfə evimizə qız dostum gələcəkdi. Evi falan təmizləyirdim. Dostuma dedim ki, sən get evdə utanmasın qız falan. Dostum getməmişdən əvvəl tualetə qol kimi buraxıb suyu töküb getməyib. Sizdən mən mesaj yazmışdı ki, nə qəşəng oxudum. Üstündən mənə mesaj yazmışdı ki, tualeti tıxamışam, açarsan. Özün niyə açmırsan? Bəlkə sən bilən qəşəng bir mükəmməl sual verim. Niyə özün tualetə açmadan gedibsən? Nə? Mən də mesajı qız gələndən 5 dəqiqə falan görmüşdüm. Adam elə bil tıxamışdı ki, getmirdi. Nəysə zar getdi, az qalsın biabırçılıq olacaqdı. Bu arada 22 yaşım var, fəsad olmuyor. Bəli də fəsad olmuyor. Nə demək? Fəsad olmuyor. İnsanlar bir-birinin evinə gedib gələ bilərlər. Yəni bunun cinsiyyətlə nə əlaqəsi var ki? Sən beynimin çox fəsad və iyrənc bir insan olduğunu bilirəm. Yəni düz deyil, indi rəşit kimi bir insan məsələn evinə bir dənə qız gəlir. Nəysə başım bırax. Amma həqiqətən də çox pis biabırçılıq olardı. Fikirləş hə. Yəni fikrimi dəyişdim. Çatdırılma kuryeri qapını döyəndə evdə böyük bir qonaq varmış kimi içəriyə yemək gəldi, gəlin qışqırıram, amma əslində təkəm. İndi bunu niyə eləyirsən ki? Yəni artistik olsun deyə mi eləyirsən, yoxsa kuryerdən qorxusan ki, sənin boğazından tuta belə ata içəri, sonra səndən bir də pizza yeyər. O, salam, xoş gəlibsiz. Salam, pizza sifariş vermişdiniz. Uşaqlar yeməklər gəldi, gəlin. Orada adam yoxdur, bilirəm də. Niyə belə həşk edirsiniz? Kiməm sənin üçün? Hadi yemə, vermirəm laf, yecə ilə. Etiraf, saçı mənim saçımdan uzun olan insanlara qısası sənə çox yaraşar deyə inandırıb saçlarını kəsdirdi. Amma qısa saçın əslində onlara həqiqətən də yaraşdığını görəndən sonra çox peşman olacaqsan dostum. İnsanların qısqanclığını çəkməkdənsə özünü daha inkişaf edib yaxşı bir insan olmalısın. Qısa saçlar böyükdür, böyük saçlar. Ay, mən danışamıram, sən öldür. Şu vaxtda ailəmdən gizli vərəqdən siqaret düzəldib içirdim. Yaxşı qələt edim qardaşım, bu qrupun davamından al. Niyə? Məsələn, niyə? Bax, hardan həvəs gəldi? Hardan ağlıma belə bir şey gəldi ki, kağızdan bir şey düzəldib onu İçirdim özdə. İçmək sözü bizdə yoxdur. Çəkmək bizdə var sözü. Yəni sən belə şeylər eləməyin. Siqaretin kağızından da, realından da, saxtasından da uzaq durun. Ofisant işləyəndə mənə pis davranan müştərinin kafesinə duz qatmışdım. Buyurun müəllim, sifarişiniz nə idi? Kəs səsi və ofisant parçası. Get mən oradan bir dənə çay gətir. Buna bax, hələ biri məndən söhbət eləməyə də çalışır. Yaxşı. 5 dəqiqə gəlir.
O müəllim çayız gəldi, götürün. Yorumlara gec ürək atanda biraz yaxşı sözlər deyirəm. Yaxşı söz deyirəm nəyə nəzər? Üzülü səfəriniz bağışlı, amma yenə təzədən girib baxıram ki, görüm ürək atıb, necə ürəyi təmiz izləyiciləm mən həfər. Sən çox yaxşı bir insan deyilsən, həqiqətən bilirsən də. Gec ürək ata bilərəm uşaqlar. Plusdakı son zamanlarda çox yoğun olduğuma görə, yəni elə vaxt olur ki, məsələn 2 gün, 3 gün kanala girmirəm, amma girəndə də o biri videoların yorumlarına tək-tək ürək atıram da, yəni başa düşürsən. Atmadığımı harda görübsən, harda. Amma genel olaraq atıram. Bu videoya yorum yaz, görüm mən ürək atsam yoxsa yox. Mən cips almışdım, bir əmi dedi cips ziyandı, o qədər utanmışdım. Niyə utanırsan ki, mən başa düşmürəm. Onsuz yaşlı adamlar var, yəni durduq şəkildə random bir şəkildə məlumat verməyi çox sevirlər də, yəni başa düşürsən. Yəni qardaşım, mən yeyirəm də, mənə dəxlim var. Sənin nə dəxlisi var ki, mən bu cipsi yeyirəm, mən ziyandı yoxsa yox. Ziyandı, orası elədir. Amma sən bu mənə deməklə mən asla ki, mən bilmirəm bunu. Şu an vaxt elə bilirdim ki, ən güclü futbolçu Ronaldo, amma böyük gördüm ki, həqiqətən elə. Bu arada sizə bir dənə söz deyim, həqiqətən deyirəm də, yəni bax, bilmirəm, bax futbola baxmıram, ona görə verirəm sizə bu sualı. Həqiqətən də bu güc söhbəti Ronaldo, Messi falan çox populyardır deyəmi, güclü deyirlər, yoxsa həqiqətən də elədilərmi? Yəni bu sual həqiqətən də mənə maraqlıdır da, yəni görürsən sırf şöhrətlərinə görəmi onlar güclü deyirlər, yoxsa həqiqətən də özləri mi güclüdür? Sabah ad günümdür. Just Zəhra, sənin ad gününü təbrik edirəm. Prosta sən bunu orada baxanda 3 gün əvvəl, indi də Allah bilir ki, bir həftə, 2 həftə keçib, ancaq yerində keçmiş sənin ad gününü təbrik edirəm. Kimin ad günü inşallah yazın. Keçən həftənin 5-ci günü valideyn iclası olacaqdı. Mən də qorxdum. Tarix müəlliməsində dedim ki, 5 manat versən mənim haqqımda yaxşı elədi. Müəllimə həqiqətən də bu qədər ucuz bir şeyə qalacağını fikirləşirdim. Müəllim 5 manata görə həqiqətən də işini risk atar sənin fikrində. Bir 100 manat, 200 manat versəydin böyük ehtimal fikirləşərdim. Amma eləməyin belə şeylər təbii ki. Sizi yəni yönləndirməyim ki, gedib müəllimizə pul verin də sizə yüksək bal yazsın da belə şeyə heç ehtiyac yoxdur, başa düşürsən. Yəni sən sadəcə özünü alırsan. Müəllimə səhv başa düşmüşdü. Birdən gördüm üstümə gəldi, çimdi, şillə döydü. Səhv başa düşdü, düz başa düşsə nə olacaq? Səhv başa düşsə nə olacaq? Yəni bundan maksimum nə başa düşə bilərdi yəni? Dedi ki, gedib onu anava susturarsan. Onu anava verib susturarsan. Bu sözün altında qalacağam amma kamazın altında qalar. Mən də əsəbləşdim. Sonra bütün müəllimlərə dedim, məktəbdə biabr oldum. Hətta uşaqlar lağ eləyir ki, sən 5 manat versən sən çox zor bir şeydir başa düşsən. Yəni əgər mənim bir dostum əgər bunu desəydim, mən də lağ qoyardım da, yəni bu söhbətin üstündə. Amma gedib anava verib susturarsan sözü həqiqətən çox ağır oldu da, yəni xüsusilə də bilmirəm. Amma ki elədiysən yaxşı bir şey deyildi. Müəllimlə elədiyi də yaxşı bir şey deyildi. Sadəcə normal bir şəkildə deməli idi ki, sən səhv edirsən, bunu eləmə. Gedib anava gözlə bir saniyə. Ayda valideynlər iclası deyən ağarım. Ayda müəllim mənim anama çox pis şeylər deyəcək mənim haqqımda. Tapdım. Salam müəllim, necəsiz? Salam, xoş gəlibsən. Yaxşıyam, sən necəsən? Bilirəm, son zamanlarda tarixdən biraz daha zəifəm. Aha, yəni son zamanlarda heç tarixdən heç yaxşı getmirsən, yəni bu bir reallıqdır. Götürün bu 5 manatı, mənim anama bir şey deməyin, xahiş edirəm. Nə? Sən müəllimə rüşvət təklif edirsən? Yo, elə başa düşməyin. Sadəcə belə hörmət mənasında. Utanmırsan özündən? Get o pulu mamama ver, mamava sustur o pulla. Anam Nə deyirsən lan? Mən uşaq vaxtı elə bilirdim ki, Türkiyə pulu Azərbaycan pulu ilə eynidir. Bu arada mən uşaq vaxtı həqiqətən bütün pulların bərabər olduğunu fikirləşirdim. Ondan sonra bir dənə uşaq gəldi. Hər dəfə atıma çay düşəndə barmağımı salardım görüm istidir yoxsa soyuq. Bu arada sənə bir dənə söz deyim bunu. Bunu eləməyən məncə yoxdur. Çünki başqa cür necə yoxlaya bilərsən ki, stəkandan tutanda yəni çox isti olmasa belə istiymiş kimi gəlir adama. Ən yaxşısı barmaq. Aldanıb təcavüz edildiyimiz sevgilimə 4 ay sonra etiraf elədim. Şübhələndiyi üçün məni aldatdı ki, and içdi, söz verir ki, səni qəbul edəcəm, amma qəbul etmədi. Çox çabaladım, indi də əzab çəkirəm, amma faydası olmadı. Bir dəqiqə ola. Bu necə baş verib? Harda baş verib? Nətər baş verib? Polis yoxdur, sənin anan yoxdur, atan yoxdur. Yəni kiməsə demirsən bunu. Yəni başıma nə gəldi? Sən onu elədilər, nə oldu da? Yəni belə bir şey baş verdi. 4 aydan sonra niyə deyirsən ki? Məncə yerində deməyəydin. Çox səhv bir hərəkətdir, yəni elədin. Sənin razılığın olmadan sən belə bir şey eləyiblərsə, bu bildiyin cinayətdir. Yəni başa düşürsən, bunu gedib polisə falan deməlisən. 4 aydan sonra hələ sənin bu sevgilin bilirsə, sən tərk edilməyə haqqındır. Qəbul eləmədim, mən də eləmərəm. Yəni belə bir hərəkət etməyə eləsəm, mən də eləmərəm şəxsən. 18 yaşım var, dostumun bir sevgilisi var idi, 3 aylıq. Bildiyin ərcəm münasibəti yaşayırdılar. Dostumun Instagramda şifrəsi məndə var yəni. Yəni nə mesajlaşırsa demək olar görürəm, amma çox vaxt vecimə olmur. Dostunun Instagramı səndə niyə var ki? Yəni sizdə ola bilər. Bir vaxtlar Yusifin Instagram hesabı, YouTube hesabı, hər şey məndə var idi da, başa düşürsən. Prosta mən çox vaxt baxmıram, çox vecimə olmur da yəni. Nəsə, bir dəfə mesaj diqqətimi çəkdi. Bunlar 18+ nəsə söhbət eləyirdilər. Maraqlı gəldi, girdim baxdım. Gördüm ki, oğlan dostumu yoldan çıxardıb evə atmaq istəyirmiş. İndi tam da danışıqlarını demirəm. Evə atmaq deyəndə yəqin siz başa düşdünüz nə deyirəm. Bəli, mənim ağlıma bir iki şey gəlir. Hər nəysə bunun üstünə dostumla bir xeyli dalaşdıq, amma qız oğlana çox güvəndiyini və ailəsinə belə dediyini deyir. Abi axmaqlıq deyə. Özü başında dedi ki, 3 aylıq sevgilisi var. 3 aylıq sevgilini sən ailəyə deyəcək qədər nə qədər beynini itiribsən, həqiqətən mənə çatmır da yəni. 3 ayda heç nə məlum deyil qardaş. 3 ay nə olan bir vaxt ki? Nəysə. Yəqin ki, qızın çox pis başını bişirib də, yəni başa düşürsən. Buna görə də belə şeylər eləyibmiş. Mən də dedim ki, ya o oğlan, ya da mən. Sözdə dostumdur da, oğlanı seçdi. Bir neçə həftə keçmədi, öyrəndim ki, ayrılıblar. Aha, qalb ürəyimə dəysin idi o söz. Canıma da dəysin. Ürəyimə dəysin, hə, ürəyimə dəysin. Amma dostum həmin gün başqasını tapıbmış.
Bilmirəm, bəlkə də dostun meyilli idi, problem təkcə oğlanda deyil. Məncə var ha. Sənin dostun yanıqdır. Bəli, yüngül var, yanıqlıq sezdi bu yazılan hər şeylə. Başa düşsən 3 aylıq oğlanı ailəyə demək, nə bilim, onun evinə, yox evi demir, evə atmaq istəmək. Yəni onun evinə gedib şey eləməyə getmək. Normal, yəni evinə getmək çox da bir problem deyil mənim fikrimdə. Yəni normal düşüncə ilə baxsan da, yəni əgər oğlanın başqa düşüncəsi yoxdursa, qızın başqa düşüncəsi yoxdursa, yəni ev dediyin nədir ki? Ev nə olan şeydir ki? Yəni evdə elədiyin luboy başqa yerdə də eləyə bilərsən. Əgər sənin beynində başqa düşüncələr varsa əgər. Yəni bu oğlan zaten sən yazışma görübsən ki, başqa məqsədlə evinə çağırır da, başa düşürsən? Yəni bilmirəm yəni, qız da yanıqdır, oğlan da yanıqdır. Belə gələcəyim başım çıxır. Uşaq vaxtı endirimə düşən malların həmişə endirimdə qaldığını düşünürdüm. Qardaşım, əslində çox da yanılmırsan, bilirsən niyə? Çünki bəzi mağazalarda endirimdə olan mallar ayın 25 günü hardasa endirimdə olurlar. Məsələn, Head & Shoulders var. Mən harda nə vaxt görürəmsə, hər dəfəsində 6 manat 70 qəpiyə endirimə düşüb. Ki 13 manatdır. Kim ona 13 manat pul verir həqiqətən də? Bir dəfə maşının egzozuna banan soxmuşdum, oxu. Sonra dizi filmlərdə falan olur. Bir dənə banandan maşının egzozuna soxurlar. Egzoz bizdə nədir ki? Heç mən də bilmirəm. Yəqin bu yazan adam da bilmir. Bir dənə banan salırlar, maşın partlayıb eləcə, oradan hava çıxa bilmir. Yəni siz belə şeylər eləməyin. Təhlükəlidir. Ayaq yoluna girib çıxanda başqa bir müəllimi lüt görmüşdüm. Ayaq yolunda müəllim niyə lüt denir? Allah bu nə mesajlardır, bu nə yorumlar gedir mən. O həqiqətən mənim başım çıxmır. Ya bir insan niyə ayaq yolunda Nəysə, bəlkə də adam başqa şey eləyirmiş orada. Niyə bölürsən mən başım çıxır. Uşaq vaxtı elə bilirdim YouTube'a video atan kimi pul gəlir. Bu haqqda məlumatı olanlar yoxsa gəlin sizə qısa bir məlumat verin də yəni. Video atan kimi pul gəlmir. Elə bil ki, studiyada məsələn videonun nə qədər pul qazandırdığı 2 gündən sonra düşür və həmin qazandığın pul gələn ayın 23-ü sənin hesabına köçürülür, kart hesabına falan köçürülür. Tam açıqlama vermədin düzdür. Amma ki, yəni belə də yəni təməl olaraq. Etiraf nə olar oxu. Mən balaca vaxtı elə bildim ki, bütün dillər eynidir. Sadəcə əlifba fərqlidir. Azərbaycan dilində məsələn salamdırsa, rus dilində calamdır. Ay bunu mən də belə bilirdim bu arada. Deyəsən hamının uşaqlığı eynidir dostum. Bunu belə fikirləşən var idisə yazsın yorumlara. Həqiqətən bu arada mən də belə fikirləşirdim. Parka getmişdik. Orada yeşə daş var idi. Onun üstündə oturduq dostumla. Duranda gördüm ki, mən pokbulaş. Təmizləyə bilmədik. Cəmaətin içində elə gəzdik. Ay zibilə qalsın. Bir dənə salfetka tapa bilmədin həqiqətən də. O günlərdə var ha. Nəsə yemişdik deyəsən əlim salfetka lazım idi. Deyəsən cips yemişdik. Əlim çox pis yağ idi. Mən ondan elə top oynamaq istəmirdim parkda. Getdim bir dənə qıza yaxınlaşdım ki, bir dənə salfetka almaqdan sonra da. Ay qız elə qışqırdı ki, elə bir uzaylı görüb də səni öldürəm. Utandım yerə girdim də kanka. Sonra dedim ki, lazımdır, ehtiyac yoxdur, gedirəm mən. İndi keçirəm Instagramda yazdığınız etiraflar. Görürəm mən Instagramda nə tərəf şeylər yazıb. Bu arada bu Instagram hesabına yazdığınız etiraflardır. Hər dəfəsində story atıram, oraya yazırsınız. Mən də oradan götürürəm. Görürəm nə tər şeylər yazdım. Əgər sizin etiraflarınız varsa bu yorumlara yazmağı unutmayın. Yorumlardan da bəzilərini götürürəm. Xalam oğlu mənə demişdi ki, gəl yataq, yox demişdim. Bəlkə də yaxşı mənada yazıb. Yəni sadəcə yorulub və deyib ki, dostum, gəl yataq da başa düşürsən. Prosta insan qızsan, oğlansan, orasını tam xatırlaya bilmirəm. Mən bəzən seriozuyam. İndi başa düşmərəm. Məsələn qızsan yoxsa oğlansan. Etiraf edirəm ki, indiyə qədər buraya yazdığım yorumların çoxusu job idi. Videoya al deyə boş-boş yazıram. Əslində baxanda var ha. Yazdığınız yorumları hansının job olma ehtimalı olmayacağını zaten yoruma baxan kimi başa düşmək olur. Buna görə də boş-boşuna yorulmayın. Bu arada ChatGPT ilə falan yazdıqlarını da başa düşürəm bu arada. Ona görə ChatGPT ilə yazmağa çalışmıram. Səndən xoşum gəlir, nə olar bax. Buna bura almamaq. Babamı yaşıl tumanla görmüşdüm, özü qabağında bantik var. Kimisə gözləyirmiş bəşə. Qabağında bantik var. Öz altında xətt çəkəcək ki, qabağında bantik var. Görə bilərsən, valla eyni evdə yaşadığın bir insana hər cür görə bilərsən. Aldığım kitabın qiymətini azaldıb deyirəm. Bunu mən əvvəl edirdim bu arada. Aldığım ümumiyyətlə kitabın yox, məsələn random bir şey alıram, hə, məsələn kiməsə deyəndə, məsələn ailədən kiməsə deyəndə çox pis reaksiya verəcəklərini şaşıram da. Buna görə də azaldıb deyirdim qiymətlərini. Bunu çox vaxt universitetdə falan edirdim. Məsələn, naşıq almışdım. Naşıq deyəsən qiymətini az demişdim. Səhv eləmirəmsə, yadımda da deyil, bilmirəm. Sevdiyim oğlana qız düzəltmişdim. Axmaqsan sən, malsan sən, kütsən sən. Yəni başa düşmürəm. Yəni bu nəyin kayfıda siz yaşayırsınız? Həm oğlan sevirsən, həm gəlib ona qız düzəldirsən. Yəni başın hardadır, beynin hardadır? Həqiqətən mən çatmır. Keçirəm bu. Mən Batmanəm. Səhv eləyirsən. Mən Batmanəm. Şu an vaxtı qarışqa yeyirdim. Şu an vaxtı bunu eləməyən yoxdur, amma bilinçli olaraqdan yoxdur. Mən çox vaxt qarışqanı incirin falan içində yeyirdim. O deşik olur incirin yuxarıda. İndi şəklini bura qoyaram, görəcəksiniz. O deşikdən içəri qarışqa girir, onları bir səhvən yeyirdik. Əzizlə qalsın. Özü dadlar da turş idi, bilmirəm yeyən varsa. Etiraf, Fərəcə abunə olun, yoxsa arxanızdan çıxa bilər. Yəni nətər yanlış düşmək. Etiraf, balaca olanda qardaşımla dava eləyəndən sonra diş fırçasını tualetə soxurdum. Qardaşımla dava eləyəndən sonra sən həqiqətən də xeyirli bir qızsan dostum. Belə bir şey bir insan niyə eləsin? Yəni səbirlə söz deyim, amma çox cındırca bir şeydir. Başa düşürsən? Çünki o adam elə bir şey olduğunu bilmir. Amma ki əlinə götürəndə bir ilgəndə görər də bu nə iyi gəlir burdan. İzli bilmirlər Allah. Bir dəfə məktəb vaxtı idi. Durmuşdum, paltarımı geyinirdim. Sonra məktəbə gedəndən sonra ayağıma baxanda ətəyimi geyinmədim. İnşallah əynində kalkotka falan vardır. Nəysə, düşünmək istəmirəm. Bayaqçı adam yuxusunda tumanla gedirdi məktəbə. Bu da ad qalsın. İnşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Ümid edirəm haqqını verən bir video olmuşdur. Əgər bu videoya da 5000 like atsanız sadə etiraflar videosu gəlməyə davam eləyəcək deyirəm və bu videomu burada sonlandırıram. Sizin də əgər etiraflarınız varsa yorumlar qismində yazmağı unutmayın. Gəlmişkən bir dənə kanala abunə olmağı unutmayın. Nəysə, gələcək videoda görüşmək üzrə.